Xoş gördük dəyərli izləyicilərimiz. AIB studiyasındayıq hal-hazırda və biz birbaşa Quzey Kıbrısa bağlanırıq. Orada dəyərli soydaşımız, Orta Doğu Universitetinin müəllimi, dəyərli hocamız deyirik biz ona. Nazim Muradoğlu hal-hazırda canlı bağlantımızdadır. Nazim bəy, xoş gördük sizi. Axşamınız xeyir olsun qardaş. Salamünaleyküm. Bütün Azərbaycana, o taylı bu taylı Azərbaycana salamlarımızı çatdırıram və sizləri sevgi ilə barmaq olsun. Sağ olun. Çox təşəkkürlər. Bu bizim ümumiyyətlə fəaliyyətimizin əsas qayəsi Türk yurdlarını izləyicilərimizə təqdim etmək, Türk böyüklərimizi, fikir babalarımızı, qurucu babalarımızı və Türk insanını ki, zaman-zaman bizə ədalət yolunu öyrətdilər. Ta Mehdi Xaqandan günümüzə qədər, Rəsulzadələrə qədər bizə gerçəkdən bir dövlətçilik anlayışını təqdim etdilər, düşüncəni təqdim etdilər. Və bu qayələri hər zaman biz sizlərin köməkliyi ilə gerçəkləşdiririk. Əlbəttə ki, türkçülük adı gələndə, türk dili adı gələndə müraciət etdiyimiz ünvanlardan biri də hörmətli Nazim hocamızdır. Bugün biz, hörmətli Nazim bəy, sizinlə bu günlər 175 illik qeyd olunan böyük xeyriyyəçimiz, böyük fikir babamız, dildə, fikirdə, işdə birlik şüarını ilk dəfə deməli, Türk yurdlarına və eyni zamanda dünyanın tərəqqipərvər insanlarına təqdim edən İsmail bəy Qaspral haqqında danışmaq istəyirik. Mən İsmail bəy Qaspralını qəbrini də ziyarət eləmişəm, Baxçısarayda olmuşam. Təəssüflər olsun ki, indi bizim Krıma getmək problemlərimiz var. Təəssüflər olsun. Onun yurdu bugün işğaldadır. Amma Qaspralı bizim üçün bir məşəldir. Rusiya idarəsindəki haqsızlıqlara qarşı, çarizmin Türk xalqlarına qarşı, haqsızlığına qarşı ilk belə deyək, məşəli məhz İsmail bəy Qaspralı yandırdı. Biz ona görə onu bir daha ona görə sevirik ki, o həm də bir məmur idi. Amma indiki reallığımızla müqayisə edəndə məmur olsa da çarizmə qarşı mübarizənin önünə keçdi və onun bir müxtəlif fəaliyyətləri var. Amma biz onu hər zaman böyük fikir babası kimi xatırlayırıq. Amma qısa olaraq təxminən yarım saat sizinlə söhbətimiz olacaq. Nazim Muradoğlu belə deyək düşüncəsində, Nazim Muradoğlu baxışından İsmail bəy Qaspralı kimdir? Dildə, fikirdə, işdə birlik anlamı nədir? Mən bilirəm ki, söhbətinizi kəsməmək üçün deyirəm. Elə İsmail bəy Qaspralını necə ki, dildə, fikirdə, işdə birliklə tanıdıq. Elə onun şəxsiyyətindən danışarkən bu şüarı da, bu formulu, bu üslub formulu da sizdən anlamını istəyəcəm. Buyurun Nazim hocam. Təkrar axşamınız xeyir olsun deyirəm qardaş. Sağ olun. Demək, Qaspral İsmail bəy əlbəttə ki, Türk dünyasının ağsaqqalıdır, böyüyümüzdür ağsaqqalımız və olmasaydı olmazdık deyirəm mən elələr haqqında. Olmasaydı olmazdık. Yəni elə insanlar var ki, onlar maddi deyil, mənəvi olaraq da bizim həqiqətən yolumuzu işıq tuturlar. Bektaşlıqda belə bir şey var. Birisi deyir, Bektaşinin yolu ilə gedənlərə Yoloğlu deyirlər. Onun belindən gələnlərə Beloğlu deyirlər. Beloğlu və Yoloğlu kavramları, bu iki kavram arasında, yəni bu iki zümrə arasında belə bir tartışmalar var. Hər ikisi özünün onun varisi sayır. Mən elə bilirəm ki, biz Qaspralın Yoloğluyuq. Yəni biz əgər Qaspraldan danışırsa, onun Beloğlu olmasaq da Yoloğluyuq. Yəni həm Beloğlu tarixən baxanda, bir tərəfdən də baxanda Beloğluyuq, o mənada Yoloğluyuq. Yəni onun yolunu gedən, onun məşhurəsini sadiq insanları nəzərdə tuturam mən. Özüm onların içində deyilmiyim, bilmirəm onu. Amma onu bilirəm ki, Qaspralı İsmail bəy dildə, fikirdə, işdə birlik şüarını Tərcüman qəzetəsinin 1905-ci ildən sonraki illərində təməl lozunq olaraq qoymuşduq qəzetənin başına. O vaxta qədər yoxdur. Çünki Qaspralı deyir, həm gözəl bir atasözü var, Rüfət bəy deyir, süddən ağzı yanan qatıq üflü-üflü yeyir. Süddən ağzı yanan qatıq üflü-üflü yeyir. Qaspralın da ağzı yanmışdı bir kərə, 16 yaşında ikən. Təxminən 1867-ci ildə Giritə getmək istəyirdilər.
Mustafa Mirza Davidoviçlə birlikte. O zaman askeri lisenin tələbəsiydi. Yani Rusya'da bir Voronej'de Vayen Uçiliş okurdu yani. Gaspar İsmail Bey ve oradan atıldı. Özlerini zabit sahip Girit kardeşlerim kömeğe giderken Odessa'da yakalanır ve oradan askeri okuldan atılandan sonra Gaspar artık bütün işlerini demek ondan sonra kalmış tahminen 45 yılda. 45 yıllık yok 47 değil. 47 yıllık hayatında 1914. yıla kadar. 1867'de 1914. yıla kadar bütün hayatında bütün işlerini planladı. Hamısının planını gördü. Planlarda uydu. Elə hatta elə bir plan qurmuşdu ki, Tərcüman qəzetəsi 35 il çıxır, 35 ildə 35 ilin təxminən 1883 14 demək ne kadardır hocam? Demek 17 17 34 33 ili falan Gaspalan zamanı düşüyor. 33 ilde gazete bir defa da olsun bağlama kapatılabilmiyor. Halbuki İlminski kimi nəhənglər misyonerler hem misyoner hem de Türkçologlar onun aleyhine ettiler. Ama gazete bir defa da olsun kapattırabilmediler. Gazete yangınla çıkarttılar. Niye ettiler? Gazet Tercüman gazetesi sımaya devam ederdi. Gaspar ne dedi? Dilde pişirdi işte bildiği. Ne demekti bu? Ben doğrusu Gaspar'ın bu söylemini dört boyutlu okumaktan yanayım. Dört boyutlu okuma ümmeti Gaspar'ı yeni yöntemlere rifet ve her zaman açık olur. Yeni okuma yöntemlerine. Mesela Gaspar aslında diyende biz ağlımıza böyle dini bütün, öykü bütün, dini bütün, sözü bütün bir müthiş şahsiyet getirir ve o şahs Türk'tür, Müslümandır. Aynı zamanda çağdaş bir insandır. Yani bizim bayrağımızın renklerine uygun bir şahsdır Kasparoğlu. Azerbaycan bayrağında Türklük, çağdaşlık ve İslamiyet ne kadar sağlamdırsa Kasparoğlu da o kadar sağlamdır. Ve ben hatta Özbekistan'da da demiştim bir konferans zamanında. Orada dedim ki doğrusu buraya gelende bir filozofun bir sualını okumuştum. Demişti ki aynı beyinle hem düşünüp hem de inanmak olar mı? Aynı beyinle hem düşünüp hem de inanmak olar mı? Sonra gördüm usulü cədidçi olsan olar. Evet. Usulü cədidçi olsan olar. Demek Aspar aynı beyinle hem düşünüp hem de inanırdı. Neydi bu dille fişirlik işte birlik? Dille fişirlik dil birliği, dil birisiz. Hem Türkçe dildir, lisan hem de Farsça yürekti. Dil birliği hem lisan birliği hem de gönül birliğiydi. Dil birliği hem lisan hem gönül birliği. Fikir birliği hem düşünce birliği geçmiş hem məhcule gelecek birliğidir. İşte birliği ise hem iş birliğidir hem de işte birliğidir. Yani вот единство diyor ya Ruslar bakın. Вот единство işte. Вот единство. Birlik. Bu mənada biz Gasparolun həqiqətən də böyük bir müdrik şəxsiyyət olaraq görürük. Ayrıca dört boyutluğuna bağlı bir şey söylemek istəyirəm. Biz artıq Gasparolun metinleri olsun veya kimin olsun metinleri bu şekilde çözmesek onların mənasını bilməyəcəyik. Bu mənada mən Gasparolun hələ bilinmeyen Gasparolun rüvət və bilinen Gasparoldan çok daha böyük olduğunu görürəm. Olduğunu inanıram. Bilinmeyen Gasparolu bu söylem bu analizler yapılandan sonra bilinecek ve o zaman Gasparolun ne kadar nəhəng olduğunu görecek. Neydi onlar? Demek bir tanesi ontoloji, yaşanmışlık, epistemoloji bilgi felsefesi, hermenevtik ve söylem analizi. Dil birliği. Bu aynı zamanda bakın dil birliği aslında dil ne? Dilin özü ne? Dil birliğinden önce. Dil özü seçme ve yerleştirmedir. Doğru mu? Yani bir diakronik boyutta seçme, senkronik boyutta yerleştirme veya paradigmatik boyutta seçme, sintagmatik boyutta yerleştirmedir. Ondan başka bir şey değildi. İki oldu değil mi? Seçme, yerleştirme, etkileme, derinlik ve etkileme. Bu da ikinci dörtlük. Bir de mana, mühteva, karakter ve şumul. Mana, mühteva, karakter ve şumulu mən aslında
Şükür Elçindən oxumuşdum onun Atalar Sözü məqaləsindən. Sonra gördüm ki, bizim böyük dahimiz Əhməd Ağaoğlu onu üç mədəniyyət əsərində yazıb zaten özü. Üç mədəniyyət əsərini oxuyanda qəribə bir şəkildə qarşıma çıxdı. Gördüm ki, o yöntəmdən istifadə edeyim. Bizim əslində o çox modern, müdrik hocalarımız, dostlarımız və ya mübarizə yoldaşlarımızın məsələn Arif Rəhimoğlu, Arif Acaloğlu, Allah ikisine de rəhmət eləsin. Onların mesela bak bu şəkildə çalıştığını görürüz biz. Bu dörtlü kurallara uygun bir şəkildə. Kurallar aslında onlar son derece bizim aydınlanmamız için önemli şeylerdir. Yani məna, mühtəva, xarakter, şumul, aynı zamanda seçme, yerleştirme, derinlik ve etkilemedir. Aynı zamanda da yaşanmışlıktır, ontoloji, epistemolojidir, bilgi felsefesidir. Sonra üçüncü boyut hermenevtiktir. Hermenevtik metnin dışına itilmiş anlamların metne getirilmesi ve Hermenevtik okumaya yeni baxış açılması. deyək də, elə deyilmi? Yeni baxışla Yeni bakış deməli. bəli. Bəli. Bir de söylem analizi bəli. Bir de söylem analizi, diskurs analizi. Yani burada bunların hamısı dördü geçerli. Hatta belki başka dörtlüleri de getirmiyorlar bu şeye. Kazandırmamalar bunları. Dolayısıyla biz Gaspar olsun, Resulzade olsun, kim olursa olsun onların metinlerini bu şekilde okumadan onların mənasına vara bilməyəcəyik hələ ki. Nazım hocam, mənim indi hal-hazırda qarşımda bizim studiyamızda bu kitablar Bəli, uzun zamandır var. Birinci Ötkən nəşriyyatı hörmətli hocamız Yavuz Akpınarın deməli bəli. təqdimatındadır bu. O işləyib, araşdırıb. Bir, Qaspralının roman və hekayələri. İki, Hı-hı. fikri əsərləri. Fikir əsərləri. Üç, dil, Hı-hı. ədəbiyyat, səyahət yazıları. Dörd də eğitim yazıları, üsulü cədid eğitim haqqında yazıları, Bəli, əsərləri. Mən bunları bəli. bu 4 cildi təqdim etməkdə məqsədim kitabların təqdimatı deyil. Biz bunu Rəsulzadədə görürük, yəni Azərbaycan türklüyünün təmsilçilərində. Əli bəy Hüseynzadədə görürük. Yəni eyni zamanda məsələn Əli bəy Hüseynzadə həm jurnalist, həm həkim, həm rəssam, həm də fikir babamız. Rəsulzadə həm jurnalist, həm siyasətçi, böyük dövlət xadimi, diplomat, bütün parametrlərdə yəni öz işini bilən belə deyək, həm fikir babamız, həm fikir və əməl böyüyümüz. Amma onlardan qabaq da bu ənənənin əsasını qoyan kişilər var. O kişilərin də başında gəlir bu Qaspralı. Biz İsmail bəy Qaspralı deyəndə, bax bu kitabları ona görə təqdim elədim. Müxtəlif sahələri əhatə edən əsərləridir. Bir də bu bələdiyyə başqanı idi da, Baxçısarayın bələdiyyə başqanı idi. Bəhtə Xalq sarayda bəli. tərəfindən seçilmiş deyək, elə çarizm dönəmində. Bizim üçün Qaspralını bütün bu parametrlərdə necə tərif edə bilərsiniz? Qaspralını biz gənc nəslə necə tanıtdırmalıyıq sizcə? Demək, mən əslində burada çox təşəkkür edirəm belə bir sual verib mənə cavab imkanı yaratdığınız üçün. Minnətdaram. Qasparlı əslində amac və araç. Araç və ya amac. Yəni vasitə, səbəb, hədəf. Bu yolda hərəkət edir və çox olduqca maraqlı bir adamdır. Demək məsələ, deyək ki, Qasparlı qəzet çıxarmaq istəyir, doğru mu? Qəzeti niyə çıxarmaq istəyir? Çünki qəzeti çıxaranda onun əslində amacı qəzet çıxarmaqdır amacı. Amma əsl amacı qəzet çıxarma deyil. Qasparlı bir məqsədinə çatandan sonra o məqsəd artıq onun böyük uzun yolunda vasitəyə dönür Rüfət bəy. Olursa maraqlıdır. Məsələn, deyək ki, dildə birlik deyil mi? Dildə, fikirdə, işdə birlik. Bunların hər birinə ulaşdığı zaman ondan sonrakilər artıq çatdığı hədəf artıq onun, yəni demək istəyirəm ki, Qasparlı deyir ki, başarıda son sınır yoxdur. Hər şey bir basamak ola bilir. Hətta Qasparlı rəhmətli Əfəz Elçibəyin bir sözü var. Deyir ki, zirvəni təkamüllə keçmək. Qasparlı deyir ki, zirvəyə çatıb, amma zirvədən sonra yeniş başlayır da deyir ki. O da təkamüldən yüksəlir təkrar yuxarıya. Vertikal olaraq. Yəni, belə bir adamdır. Qasparlı ona görə də məsələ, mən elə bilirəm ki, Qasparlının ən yaxşı öyrəncisi
məhz Məhəmməd Əmin Rəsulzadədir. Niyə? Çünki dövlət qurdu. Dövlət quran türkdür Rəsulzadə. Və bu dövlətdə də hər şey onun Qaspal ideya sahibi idi. Çünki Qaspalı baxın, Ziya Gülşahı etkiləmişdi, doğru mu? Ziya Gülşah. Əlibəy Hüseynzadə də ondan bəlli ölçüdə təsirlənmişdi. Əlibəy Hüseynzadə özü elə Qaspalı kimi bir adam idi. Amma onun funksionerliyi, yəni praktik tərəfi biraz zəif idi. Əlibəy Hüseynzadə təqlid edərsiniz ki, biraz daha çox məfkuri adamıdır da, fikir adamıdır. Yəni mütəfəkkirdir, nəzəriyyatçıdır, teorisyendir. Amma Əhməd Ağaoğlu qədər deyil. Əhməd Ağaoğlu o da nəzəriyyatçıdır, amma Əhməd Ağaoğlu həm də praktikantdır deyək. Şeydə biraz utancaq adamdır axı. Əlibəy Hüseynzadə son dərəcə mədəni, son dərəcə utancaq belə yavaş səslə danışan adam. Halbuki Əhməd Ağaoğlu'nun heç yavaş səslə danışan heç kim görmür. Ancaq bağırarak danışıb, hamıya istənib və s. Əhməd Ağaoğlu'nun aralarındakı fərq bundan ibarətdir. Əlibəy Hüseynzadənin arasında. Amma ikisi də böyük şəxsiyyətlərdir. Qaspar isə onların ikisinin arasında bəlkə bir adamdır. Qaspar əslində, məsələn, Timur Qocaoğlu hocamız deyir ki, Qaspar güya Tərcüman qəzetəsini Kırım Tatarcasında çıxarıb. Yox elə şey. Elə bir şey kəsinliklə yoxdur. Hocamız kusura baxmasın. Elə tərcümanla bağlı ayrıca sualım olacaq. Bəli. Tərcüman xüsusi bir yeri var Qasparalının. Çünki Tərcüman Qasparalının ən böyük əsəri Tərcüman qəzetəsidir zaten. Və düşünün, baxın, tərcümanın Ruscası Perevodçikdir, Perevodçik. Perevodçik tərcüman demək deyil əslində. Mütərzimdir. Bilirsiniz. Burada belə Qasparlı strateji kullanılır. Baxın. Məncə, hocam, sözün qüvvəti. Tərcüman sözünü bugün Anadolu'da istifadə edirlər. Deyirlər, bizim duyğularımıza tərcüman oldunuz, düşüncəmizə tərcüman. Burada həm də millətin düşüncələrinin təqdimatı və təbliğatı, eyni zamanda milləti maarifləndirmədən söhbət gedir. Və mənim bildiyim qədər 30-10 illik qəzet İslam dünyasında da və Türk dünyasında da dayanmadan çap olunur və hər yerdə onu oxuyublar. Eyni, baxın, indi biraz qeyri-adi görünür, üzr istəyirəm, bunu qeyd edeyim, bir körpü olsun söhbətimizə. Bugün Azərbaycanda çap olunan, Türkiyədə çap olunan, indi Türkiyədə biraz durum fərqlidir. Çünki Türkiyə qəzetə ehtiyac duymur, televiziya kanalları var. Amma təsəvvür edin, təxminən 150 il bundan öncə, 130, 140 il bundan öncə bir qəzet Kırımda çap olunur, amma onu Asiyada oxuyurlar, Daşkənddə oxuyurlar, Bakıda oxuyurlar, İstanbulda oxuyurlar. Hamı da anlayır. Bu Türk birliyinin bir modeli olub o dönemdə. 34 il olub da məncə tərcümanın ömrü. 1883-cü il aprel ayının 10'unda başlayıb. Bəli. 10 apreldə ilk sayısı çıxıb. 1883'dən saysaq elə bil. 17 il, 18 il ora qədər. Çünki 17-ci ilə qədər davam edib. 17 il. 1914'də Qaspar vəfat edib, 17'ye kadar devam edib. Bəli. 3 il. Buyurun. Tərcüman və İsmail Qasparalı, tərcüman və Türk dünyası necə oldu bir-birini anlayan, tərcümanla bir-birini anlayan Türk dünyası bu qədər bayaqlara adını çəkdiniz, ilmi iskilərin səyi nəticəsində bu qədər bir-birindən uzaq düşdü. Bir də ona da işarə edərsiniz lütfən. Əslində dediyim kimi, demək Qaspar deyirdi ki, sizə sözlə qüvvət, deyirdi Qaspar deyirdi ki, İstanbuldakı qayıqçı ilə Türkistandakı qatırçı eyni dərəcədə başa düşəcək bu qəzeti. Elə bir dil kullanır ki, İstanbuldakı qayıqçı da, Doğu Türkistandakı qatırçı da qəzeti anlayırdı. Demək ki, bu əslində Kırım Tatarcası deyildi. Tamam, Çağatayca özellikler vardı bu qəzetdə, amma Kırım Tatarcasında değildi. Böyle İstanbul'un sadələşmiş İstanbul Türkçəsindəydi. Nədir bu İstanbul Türkçəsi? Ziya Gülşah deyir ki, İstanbul'da 2 Türkçe var. Bir, konuşulup yazılan Türkçe. Konuşulup yazılan, üzr istəyirəm. Bir de bir konuşulup yazılmayan Türkçe. Bir de yazılıp konuşulmayan Türkçe. Deyir, biz bunlardan hansını seçeceğiz? Deyir ki, əlbəttə ki, konuşulup yazılmayan, yani Anadolu Türkçəsində. Halbuki yazılıp konuşulmayan İstanbul'un ağır Osmanlı üslubuydu. Osmanlı üslubu.
Orada hiçbir şey anlaşılmır. Hətta Qaspar deyir, bir yanğın xəbərini oxuyub anlayana kadar o bina yanıp bitirdi diye. Elə bir Türkçe kullanırdılar ki. Bilinmedi ki burada yanğın olub falan. Yani, espri de yapır. Bu mənada Qasparın ən böyük əsəri tərcüman. Tərcüman elə adı ilə başlamaq lazımdır. Çünki əsas strateji elə onun adındaydı. Strateji. Demək, tərcüman dediyiniz kimi, siz də dilə gətirdiyiniz kimi tamamilə millətin tərcümanı, təmsilçisi idi. Millətin ondan sonra bütün o dərdlərinin, fikirlərinin dilə gətirildiyi mərkəz idi və s. idi. Amma onun Rusçası deyirdi ki, çünki təyyid eləmişdi ki, qəzetə həm Türkçə çıxaracaq, həm də eyni mətnləri biz Rusçada yayınlayacağıq. Şey var, İlya İliç Kazas var, məşhur Karaimdir bu, Karaim kişilərindəndir. İlya İliç Kazas. O da tərcümanın əsas sansürü olur və ona da çox şey borçludur. Borçluyuq biz, Türk dünyası olarak. İlya İliç Kazas'a da borçluyuq ki, tərcümanı elə bir şəkildə Ruslara təqdim edir ki, sanki hər şey dörd dörtlükdür da. Ruslara heç bir zərəri yoxdur və s. və s. Halbuki Qaspar elə bir məşəl yandırmış ki, o məşəlin közü hələ də öz yanarlığını davam edir. Demək, qəzet çıxır 1883-cü ildə, tərcüman, demək, Rusçası Perevodçik. Perevodçikin Türkçəsi isə tərcüman deyil, mütərzimdir, mütərzim. Tərcüməçi. Halbuki tərcüməçi bunun maddi tərəfidir. Tərcüman isə onun mənəvi tərəfidir daha çox, bildiniz. Yəni mənəvi, tərcüman əslində qəzetin məcazi adıdır. Əsl ad deyil, məcazi adıdır. Bildiniz nə demək istəyir? Və elə görün. Şəxsən ədəbiyyatda ümumiyyətlə məcaz, metafor, məcaz həmişə ədəbiyyat dili olur. Ədəbiyyat dilində heç bir kəlmə, hardasa heç bir kəlmə şey deyil. Gerçək mənasıyla istifadə edilməz. Göz deyəndə biz ancaq məcazi mənadaşı gözlərdən danışıq ədəbiyyatda. Göz doktoru isə deyək ki, Profesor Paşa Qəlbinov məsələ deyək ki, o isə göz kəlməsi ancaq görmə orqanı kimi görməlidir. Görmək zorundadır. Yoxsa xəstəni kör edərdi. Belə bir şey durum var. Demək, Tərcüman qəzetəsində 3000 sayı çıxıb, Rüfət bəy, 3000 sayı çıxıb. 1883-cü ildən 1914-ə qədər özü çıxarır. 14-dən sonra da oğlu Rüfət Qasparalı ilə, adaşınız Rüfət Qasparalı ilə Hasan Səbri Ayvazov çıxarır. Allah ikisini də rəhmət eləsin. Rüfət Kaspirinski, Qasparalı'nın səviyyələmişi 3 veya 4 oğlunun birinin adı Haydar'dı, sonra Murtuz'du diyesen. Bir de Fethi. Üç oğlu. Yani onlar çıxarırlar gazete. Ama gazete artık evvelki nüfuzunu itirirdi da bilirsiniz. Elə bir ki, Molla Nəsrəddin jurnalının bir Tiflis ayağı var, bir Təbriz var, bir de Bakı. Tiflis ayağı en güclü zamanında bilirsiniz Molla Nəsrəddin. Halbuki Bakı ayağı en zayıf zamanında. Sovet zamanında gəlir. Dolayısıyla 1917-ci ildə də Bolşeviklər inqilabından sonra Tərcüman qəzetəsi artıq yavaş-yavaş rafa qalxır. Beləcə. Məsələn, Qasparalı'nın ən böyük hədəflərindən biri demək, böyük türk milləti yaratmaq idi. Böyük türk milləti yaratmaq üçün ortaq bir ədəbiyyatdan istifadə edilməsi gerekirdi. Ortaq bir ədəbiyyat anlayışı olmalıydı. Bu konuda Yavuz Hoca'nın çox böyük çalışmaları var. Allah ömrünü uzun eləsin. Bugün danışmışıq. Bir saat, 2 saat evvel görüntülü 1 saate yakın söhbət eləmişik. Yavuz Hoca'nın hamıya salam var. Bütün Sağ olsun. Ayrıca da Qasparalı çalışmasına devam edir. Bəli, buyurun. Nazım hocam, bayaqları qeyd etdiniz ki, Tərcüman qəzeti Bolşevik inqilabına qədər davam elədi. Tarix də bunu göstərir. İki sualım olacaq sona qədər. Biri 100 il bundan öncəyə aiddir, biri günümüzə aiddir. Necə düşünürsünüz? Türk xalqlarının ən çox, yəni inkişafının, inteqrasiyasının tənəzzül dövrü Sovet, deməli, Bolşevik inqilabından sonra mı başladı? Çünki əlifbaların bu günlərdə Bakıda Türkoloji qurultayın 100 illiyi keçirildi və elə fikirlər ortaya çıxdı ki,
Yəni məlum oldu ki, elə türkoloji qurultayı keçirməklə daha çox türk xalqlarını bir-birindən pərən-pərən salmaq hədəfləri olub. Əlifbanı dəyişmək, sonra dərhal bir neçə il sonra da Kiril əlifbasına start verilmək. Bütün bunlar Sovetlərin nə qədər məkirli planlarını, türklərə qarşı məkirli planlarını qoyur və açığı bugün Azərbaycanda bu Sovet nostalgiyasını, Kreml nostalgiyasını yaşayanları da anlaya bilmirəm ki, day sənin nəyini əlindən almalı idi? İqtisadiyyatını da əlindən aldı, hər şeyini əlindən aldı. Bir də dilimizi bu şəklə salıb, millətimizin adını dəyişib. Tərcüman 17-ci ildə dayandı. Necə düşünürsünüz? Tərcüman 14-cü ildə isə Qaspuralı artıq həyatını itirmiş. Qaspuralı irsi sonra necə davam etdirildi? Ümumiyyətlə, mən Krımda olmuşam 2010-cu ildə. Qaspura Yaltanın yaxınlığındadır. Görünür ki, böyük mütəfəkkirimizin kəndidir ora Qaspura, bir qəsəbə kimi. Amma o Baxçısarayın bələdiyyə başqanı idi. Bütün həyatı orada olmuş. Bax, o tendensiya, Qaspuralının fəaliyyəti Çar dönəmində öz sağlığında davam edirdi. Ondan sonra nə dərəcədə davam elədi? Bildiyiniz kimi əslində Bağçasaray bir mərkəz olaraq xanlıq Kırım xanlığının başkəntidir. Xan sarayı da vardır. Bilirsiniz də 1900 siz 2010-cu ildə getmişdiniz. Mən 2008-ci ildə orada olmuşam. 2008-ci ilin may ayında. Evet. Çok aslında olursa qəribə şeyler oldu orada. Yani onları da bir program, başka bir programda inşallah anlatırım, olursa maraqlı şeyler oldu. Biz de yer tapdıq. O qəbrini gördüm. Bahçesarayda tabii o festival alanı var. Panayır alanı. Panayır alanından yukarıda. Demek orada Cuhud Kale deyirlər. Cuhud Kale'ye giderken sol tarafta bir orada Zincirli Medrese'nin hemen yanında o avluda bir türbede çıktı ayrıca. Orada Gasparalı mədfundur. Dəfn oldu. Mən Yəni orada olmuşam dəfn orada. oldu. O zincirli Bəli, bəli, bəli. sənin yanında olmuş. Bəli. Bəli, 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 bəli. Mən də elə onu dedim. Yəni Qasparalı'nın irsi 1914-cü ildən sonra qismən davam edildi. Təbii Həsən Sabri Ayvazov Azərbaycan mətbuatının bir təmsilçisi olaraq görə bilərik. Çünki Azərbaycan mətbuatında da işlədi uzun zaman. Oğlu Ülfət Qasparalı'dan çıxarılır, amma tam qəzet artığının son sayılarında artıq bir zəifləmə var. Qasparalı'dakı qətiyyət yoxdur və s. Ümumiyyətlə 1905-ci ilə qədər ki, Rusiyada 1905-ci il manifestodan sonraki Rusiya arasında Pavedanosyev var orada. Sonra İsmail İlminski, Nikolay İlminski, Pavedanosyev və s. Hatta bir başbakan var. Hansı başbakan idi? Soyadı yadımdaydı. Unuttum. Onun kararlarından sonra aslında gazetler çıkmaya başlayır. Siz Stalipin'i deyirsiniz? Stalipin. Ha, Stalipin, ha. Stalipin, bəli. Stalipin, bəli. Stalipin başbakanıydı o vaxt. Stalipin manifestosundan sonra gazetler çıkmaya başladı. Qurultaydakı aslında 1926-cı ildəki qurultayla 2026-cı ildəki qurultay arasında qəribə oxşarlıqlar, bənzərliklər görürəm. Neydi? 1926-cı il qurultayı Sovetlər Birliği'nin etnik siyasetini belirleyen, uygulayan en önemli bir yerdi. Elə bil ki, bu pilot şey deyirlər, bir bölge ayrıla deyirlər ki, bu pilot bölge olsun, burada uygulayaq, eğer başarılı olsaq, başka yerlerde de uygulayaq. 1926-cı il qurultayı Sovetlər Birliği için pilot bölge oldu. Samoyloviç böyle kurşuna dizildi. Düşünün, 1926'da Türkoloji qurultaya qatılanlardan 90%'i 1938-ci ildə artıq yaşanmırdı. Öldürülmüşdü. Kollektivləşmə illərində. Bu qurultayında 2026-cı il qurultayında bəzi yönlərlə bəlkə də kimin dili daha sərtdir, kimin dili daha uzundur, kim daha demokratikdir falan falan. Öyrənmək üçün böyle bir listə fişləmə demək olar da. İndi tabii indiki fişləmə deyil, amma 1926-cı ildəki tamamilə fişləmə idi. Və həmin bu fişləmə əməliyyatından sonra düşünün ki, mesela Divan Lüğət Türkü hazırlayan hoca şey var bir tane. Özbək bir hocamız var. Özbək hocamız var. Başlı işləyir. Onun əsərləri yox edildi. Ondan sonra bütün kollektivləşmə
kollektivleşme illerinin kurbanı olan alimlerin eserleri yok edildi ve ondan sonra kalan alimler, yaşayan alimler onlardan istifade ettiler ve bazılarının öz adıyla çıxartdılar elədilər. Neyse. Mesela ben Bəşir Çobanzadə ilə Bəli, bəli. Rəsulzadə arasındakı yazışmalarda belə, tartışmalarda belə Rəsulzadənin bir dil profesörü olmasa da dil profesörünün Bəşir Çobanzadədən daha haqlı olduğunu görür. Niye? Bakın 1926 kurultayı iki neferin hatıresine düzenlenmişti. Biri Radloff idi, bir de Gaspar İsmail Bey. Doğru mu? Bəli. Gaspar İsmail Bey'in anısına, hatiresine düzenlenen kurultay Gaspar'ın iradesinin aleyhine kararlar çıkarttı tamamıyla. Tamamıyla tezattı bu. Çok büyük bir tezattı. Əlifba değişikliği çok erkendi 1924. 25. 26. yıllarda. 30. öyle Stalin ölümünden sonra ise şart idi. İndi mesela bizim Azerbaycan'da əlifbamız Latin əlifbasıdır. Kuzey Azerbaycan'da. Güneyde de olmalı. Ama 1926. yılda erken idi. 26. yılda karar çıkarttılar ve tamamıyla Osmanlı Devleti'ne, Türkiye'den koparttılar bizi. Ve ona göre de hemen illerde Resulada Yeni Kafkasya'nın bütün sahalarında 51'den çok mesela ben məqaləsini tapdım. Dil yazıları təsvir Hocam edildim. son İnşallah 2 dəqiqəmiz onları qaldı. çıxaracağım. Mən istəyərdim ki, e, bir də bu günümüzdə Qaspral necə görünür? Bu 2 dəqiqə ərzində sığmaz təbii ki, amma fikirlərinizi alaq, zəhmət olmasın. Gaspar İsmail Bey'in aslında ben Söylem Anazı məqaləm vardı. Bir tane məqaləm vardı. Orada deyir ki oxum nişan olsaydı, atım koşu olsaydı, çapar idi çölə batır. Oxum nişan olmaganda, atım koşu bozmaganda, ait nişləsin çölə batır deyir. Demek Kırım'da Vətən Xadim gazeti çıxır. Bunlar deyir ki, babay deyir, Ruslara çox yağ çəkir. Babay deyir, babay da Qaspaldır, babay. Baba da, ulu babamız da. Hamısı babay deyir. Fakat orada bir meşhur bir adam var. Çok yaşlı tanıdığımız biri var. Demek bu adam Kırım'ın baş müftisidir. Çelebi Cahan. Numan Çelebi Cahan anlayabilseydik adlı bir makale yazır. O makaleyi inşallah ben sonra size okuyarım. Hatta makaleyi mutlaka okumalıyız biz. Mütləq Gaspar oxuyarsınız. hakkında en güzel makaledir. O da diye anlayabilseydik. Ben diye bilseydim ki böyle adamdı. Ben hiç ona itiraz edemezdim. O kadar peşman olur ki. Numan Çelebi Cahan. Sonra Özlem 1918. yılda parçalanarak Karadeniz'e atılır. Bilirsiniz. Karadeniz onun son mezarı olur. Yəni Qaspralın zamanında dərk eləmədilər. Bu gün amma bugünün prizmasından baxanda Qaspral nə qədər böyüdü, dahidir görünməkdədir. Elə deyilmi hocam? Elbette, elbette. Hatta Nermanov bile, Komünist Nermanov bile bunu itiraf eləmişdi. 1914. yılda Gaspar vefat elədiği zaman sentyabr ayın 26'sıdır. Onda bir yazı yazır Azerbaycan mətbuatında Gaspar'ın ölümüne çok üzüldüğünü söylüyor. Tabii ki bütün Türk dünyasının yazısıydı o zaman. Bəli, Qaspralın artıq biz 175 illiyini 5 doğum yıl. gününü qeyd edirik. Yəni yəqin ki Azərbaycanda təəssüflər olsun ki bu haqda yazılmadı, deyilmədi, amma Türk dünyasında Qaspralını tanıyanlar, türkoloqlar, elə Nazim hocamız da yazdılar, dedilər. Onlar deyilməlidir. Bizim o qədər də sayları çox deyil, amma onların da başında gələn isimlərdən biri də Qaspraldır. Azərbaycanda Həsən bəy Zərdabidir, Əli bəy Hüseynzadədir, Əhməd bəy Ağaoğludur, Məmməd Əmin Rəsulzadədir. Təbii ki, Yusuf Üzeyir Aksudan da Bey'dir. bu əlavə eləmək lazımdır. Ziya Gökalplıdır. Onların hamısı bizim yolumuza işıq tutan böyük düşünürlərimiz, böyük təvəkkillərimizdir. Təəssüf ki, vaxtımız sona çatdı. Bir neçə kəlmə əgər sonda 30 saniyəmiz qalıb. Gaspar İsmail Bey'in aslında mirasını tam sahip çıkmalıyız. Biz Bəli, o mirası programın başında söylediğimiz gibi o dörtlü boyutlarla hatta belki onun beşli altılı boyutları da var.
olacaq vesaire. O boyutlarını irdələməliyik. Onda biz Kasparovun daha böyük bir şəxsiyyət olduğunu görəcəyik. Məsələn, 1890-cı illərdə yazdığı deyildi ki, Rusiya doğal sınırlarına henüz ulaşmamıştır deyəndə biz elə bildik işğalçı, Rusiyanın işğalçı siyasətini müdafiə edir. Halbuki 1991-ci ildəki Sovetlər Birliyinin dağılmasını nəzərdə tuturdu. Kasparovun dediyi kimi olsaydı 5'te 7 dənə bağımsız Türk Cumhuriyyəti ortaya çıxacaqdı. Çox sağ olun İsmail bəy Qaspıralının və bizə e, milli kimliyimizi yaşadan, bizə milli varlığımızı qoruyub, bizə gətirib çatdıran insanların ruhu şad olsun deyirik. Sağ olun, sağlıqla qalın. Amin, amin. Sağ olun.